Elə sizi götürək. Sizə nə var ki? Dənizə çıxıb dalğalara sinə gələcəksiniz. Şücaət göstərəcəksiniz. Ölü quyuları dirildəcəksiniz. Elə bilirsiniz bu çox asan işdir. Hə, asandır. Çünki siz işinizin adını bilirsiniz. Amma mən bilmirəm. Başa düşdünüz? Çox sağ ol. Değmez. Sen ölümden kurtardın, sen de beni brigadadan kovursan. Əvəz oldu. Xahiş edirəm bu oğlanı ötür. Oldu. Deyəsən azıb. Estakadıda çəkmək olmaz. Hara gedirsiniz? Mehmanxanaya. Gedək. Vaxtınız yaman gətirdi. Sabah relaksiya qayıdıb əntiqə bir roman uyduracaqsınız. Patun! Məryəm Əliyeva geridə qalmış briqadaya keçir. Axı bu indi moddadır. Yeni texnologiyanı tətbiq etməyə, avtomatlaşmaya xor baxan keçmiş brigadir Kamran Babayevin səhlənkarlıq ucbatından bərbada düşmüşsə, hə? Planı ödəyə bilmir. Bu da kim yavrusudur? Yəni bu belə deyil. Qətiyyən. Bəs onda niyə narahat olursunuz? Siz dəlilər haqqında eşitmişsiniz? Bəzi lətifələr. Elə dəli var ki, qışqırır, cırma atır. Bu o qədər də qorxulu deyil, satmaq asandır. Amma o qızın boynuzu içərisindədir. Elə bil osunludur, suda da boğulmur. Yazın. Ölümə, fəlakətə meydan oxuyan Məryəm. Hə, bilirəm, belələrini şirtməkdə mahirsiz, yazın. Sizə kim dedi ki, mən yazışıyam? Bəs onda niyə burada deyirlənirsiniz? Sizə demədilər. Mən azmışam. Odur, mehmanxana.